Ona görə sədəqə çox əzəmətli bir ibadətdir. Çox çətin bir ibadətdir. Həm edilməmişdən qabaq çətindir. Vermək olmur, nəfsə şirin. Həm edəndən sonra qoruyub saxlamaq çətindir onu. Məsələn, mən bir nəfərə 5.000 vermişəm. Heç kim bilmir. Güclə bir tər verdim. Yəni, verməmişdən qabaq çətindir axı. Verdim. İndi şeytan dayanmadan hücum edir sənə. Məsələn, məclisdə oturmuşuq hamımız. Biri soruşur, falan kəsə 5.000 kim verib? Görəsən kim verib ona, subhanallah. Sən demirsən, sən vermirsən, heç kim bilmirsən, vermirsən. Şeytan var gücündən, hücumundan gəlir ki, eşitdir ki, sən vermirsən. Niyə? Orada şirinlik var, çünki ona görə orada şöhrət var, atsan var, filan kəs verib, mən vermişəm. Ən azı mənə çox sağ deyəcəklər, filan. Ən azı nəsə eləyəcəklər, tərifləyəcəklər. Filan kəslərin gözündə yaxşı olacam, qalxacam, məqamımdır, hörmətimdir, şənimdir. Ona görə verəndən sonra da qoruyub saxlamaq olmur. Verəndən sonra. Ona görə İmam İbn Qayyim rahimehullah gözəl bir söz deyir. Gözəl. Deyir, leysə şə'nu el-ityanu bil-əməl. İş əməllə gəlməkdə deyil. İş, yəni ibrət, şən. Əməllə gəlməkdə deyil. Yəni, əməli etməkdə deyil. Məsələn, mən bugün filan sədəqə verdim. İş bu deyil. İnnəmə şə'nu hifzuha. Həqiqi mənada iş, yəni ibrət, məqsəd o əməli qoruyub saxlamaqdır. Düzdür? Yəni, əməllə hamı gəlir də, o qədər əməl edənlər var ki, qoruyub saxlaya bilirlər, qoruyub saxlaya bilmirlər əksəriyyəti. Yəni, salih əməl, ixlasla əməl çıxandan sonra gərək qoruyub saxlayasan onu. Nədən qoruyub saxlayasan? Batil olmasından. Əməl çıxandan sonra batil ola bilir? Bəli, batil ola bilir. Ona görə də insanın ən qiymətli şeyi bu həyatda, salih əməlidir. Məsələn, görürsən, dünya şeylərindən, məsələn, qırqızıl olur, gümüş, brilyant, qoruyub saxlayırsan göz bəbəyi kimi evdə. Toz düşməsin üstünə. Hər gün gözün qabağındadır, əsirsən üstündə. Birdən zay olar. Salih əməllər daha layiqdir ki, qorunub saxlanılsın, çünki öləndən sonra da fayda verir. Lakin qızıl öləndən sonra, gümüş, brilyant öləndən sonra fayda verə bilmir. Salih əməllər daha layiqdir ki, qorunub saxlanılsın. Ona görə sədəqənin şəni böyüdür, olduqca böyüdür.